Fizikanı sevdirməyən müəllim cinayətkardır. Hər birinizi salamlayıram, xoş gördüm. Bugün inanılmaz dərəcədə sevincli və həyəcanlıyam. Çünki uzun müddətdir üzərində işlədiyim bu layihə nəhayət ki hazırdır. İlk olaraq bir şeyi vurğulamaq istəyirəm ki, bu sadəcə bir dərs və ya kurs deyil. Bu layihə sizin fizikaya qarşı olan qorxularınızı, ön yarğılarınızı və stereotiplərinizi qırmaq üçün yaradılıb. Sizə fizika çox asandır deyib aldatmayacağam. Əksinə, fizika çətindir. Amma onun çətinliyi onun gözəlliyindədir. Anladıqca, çətinlikləri aşdıqca hiss etdiyin o qürur hissi ki var ha. Bax, biz birlikdə məhz o hissə çatmalıyıq. Əminəm ki, kampın sonunda fizikaya baxışın tamamilə dəyişəcək. Artıq əzbərləməklə deyil, həqiqətən anlayaraq öyrənəcəksən. Fizika əslində düşündüyündən daha duyğusal bir elmdir. Onu hiss etməli, xəyallarında canlandırmalısan. Əzbərçi yanaşsan, mütləq ki, boşluqlar yaranacaq. Bu kamp isə fizikaya toxuna biləcəyin, onu real həyatda müşahidə edə biləcəyin bir yer olacaq. Kitablardan oxumaq bir yana, hadisələri canlı-canlı görəcək və təcrübələr edəcəyik. Aha, dediyin yerləri birgə yaşayacağıq. Üstəlik, bütün bu bilikləri daha möhkəmləndirmək üçün qısa və anlaşılan bir kitab da hazırlamışam. İndi isə sənə vəzifələrindən danışım. Mənim ilə birlikdə bu prosesi səbir və disiplinlə tamamlayacağına inanıram. Əlbəttə, başa düşmədiyin hissələr ola bilər. Amma unutma, bu imtina etmək üçün bəhanə deyil. Əksinə, sual verməyə çəkinmə. Nə zaman çətinlik çəksən, şərhlərdə qeyd edə bilərsən. Əgər sən öz üzərinə düşəni etsən, bu kampın sonunda fizikaya sıfırdan mükəmməl şəkildə yiyələnəcəyinə sənə söz verirəm. Razılaşdıqsa başlayaq. Bəs fizika nəyi öyrənir? Fizika ətrafımızda baş verən bütün təbiət hadisələrini və onların necə işlədiyini araşdıran bir elmdir. Hansı ki, bu elm kainatdakı hərəkətləri, enerjini, maddənin quruluşunu və bunların bir-biri ilə əlaqəsini öyrənir. Fizika sadəcə nəzəri biliklər toplusu deyil, bu həyatın hər anında qarşımıza çıxan prosesləri izah edən bir elmdir. Ətrafımızda baş verən bir çox hadisələrin demək olar ki, fizika ilə izahı var. Məsələn, niyə göy gürültüsü ildırımdan sonra eşidilir? Niyə ağacdan alma Newtonun başına düşmüşdü? Necə olur ki, gəmilər suyun üzərində batmadan qala bilir? Bu və daha yüzlərlə sualın cavabını fizika verir. Qısaca desək, fizika təbiətin iş prinsipini izah edən elmdir. Fizikada ilk öyrənəcəyimiz bölmə mexanika. İlk anlayışımız isə mexaniki hərəkətdir. Bəs yaxşı, hərəkət nədir? Ən sadə şəkildə gəlin belə izah edim. Hərəkət bir dəyişkənlikdir. Yəni, bir cismin yerini, vəziyyətini zamanla dəyişməsi məhz hərəkət adlanır. Ətrafımıza baxsaq, hərəkətin hər yerdə olduğunu görərik. Səhər günəşin doğuşu, avtomobillərin yolda irəlilənməsi, hətta nəfəs aldıqda sinəmizin qalxıb enməsi belə bir hərəkətdir. Düşünsək, əslində hərəkətsiz heç nə yoxdur. Biz dayandığımızı düşünsək də, əslində yer kürəsi daim hərəkətdədir. Bizimlə birlikdə evimiz, şəhərimiz, hətta bütün planetimiz kosmosda hərəkət edir. Yəni, bu baxımdan hərəkət kainatın ən fundamental xüsusiyyətlərindən biridir və nisbanlaşdır. Bunu da yadınızda saxlayın. Mexanikada məhz hərəkəti öyrənir. Cisimlər necə və niyə hərəkət edir? Hərəkətin sürəti, istiqaməti necə dəyişir? Bütün bu sualların cavabını öyrənərək fizikanın əsaslarını quracağıq. Ona görə də hazır olun. Fizikanın bu sirli dünyasına ilk addımımızı atırıq. Mexaniki hərəkəti birlikdə öyrənməyə başlayırıq. Mexaniki hərəkət 3 növə bölünür. Gəlin birinci növü olan irəliləmə hərəkətindən danışaq. İrəliləmə hərəkəti bir cismin bütövlükdə müəyyən bir istiqamətdə düz xətt üzrə və ya əyri trayektoriya ilə hərəkət eləməsidir. Yəni, məsələn, qatarların reyslər üzərində irəliləməsi, maşınların yolda hərəkəti və ya bizim küçədə gəzməyimiz bu hərəkət növünə daxildir. İkinci növümüz fırlanma hərəkətidir. Fırlanma hərəkəti cismin bütün nöqtələri mərkəz ətrafında çevrələnir deyə bilərik. Ətrafımıza baxsaq, bu hərəkəti tez-tez görə bilərik əslində. Saatın əqrəbinin dönməsi, maşının döngədən manevr etməsi, hətta paltaryuyan maşının barabanı və ya fırfıranın fırlanması məhz bu növə aid edilə bilər. Üçüncü növ hərəkətimiz rəqsi hərəkətdir. Nədir rəqsi hərəkət? Rəqsi hərəkət ən sadə şəkildə gəlin sizə belə izah edeyim. Tarazlıq vəziyyəti ətrafında cismin müəyyən zaman müddətdən sonra
təkrarlanan hərəkətidir. Ən gözəl nümunələrdən biri hamımızın sevdiyi yelləncəkdir. İrəliyə gedib bildiyimiz kimi hərəkət edir yelləncək. Bundan başqa gitara simlərinin titrəməsi, saatın əqrəbinin hərəkəti və hətta ürəyimizin döyüntüsü belə bir növ rəqsi hərəkət adlanır. İndi mexaniki hərəkəti daha yaxşı başa düşmək üçün ilk anlayışımız olan maddi nöqtə ilə gəlin tanış olaq. Nədir maddi nöqtə? Maddi nöqtə verilmiş şəraitdə ölçüləri nəzərə alınmayacaq qədər kiçik olan cisimdir. Baxın, burada iki fərqli rakursdan çəkilmiş təyyarə şəkli görürsünüz. Birinci şəklə baxsaq görərik ki, təyyarənin ölçüləri təyyarə ilə müşahidəçi arasındakı məsafədən çox böyük olduğuna görə biz təyyarəni maddi nöqtə kimi qəbul edəcəyik. Ancaq ikinci şəklə fikir versək görərik ki, ikinci şəkildə təyyarənin ölçüləri zolağın ölçülərinə yaxın olduğundan dolayı biz onu maddi nöqtə kimi qəbul edə bilməyəcəyik. Və maddi nöqtənin nə olduğunu öyrəndiksə davam eləyək üçüncü anlayışımız olan hesablama cismi və hesablama sistemindən. Nədir hesablama cismi? Baxın, gəlin belə başa salın bunu sizə. Mexaniki hərəkət hansı cismə nəzərən öyrənilirsə, həmin cisim hesablama cismi adlanır. Hesablama cismi onunla bağlı koordinat sistemi və zamanı ölçmək üçün cihaz birlikdə hesablama sistemi adlanır. Burada da şəkillərini artıq hər biriniz görürsünüz. Növbəti ən vacib anlayışlarımızdan biri trayektoriyanın üzərinə dayanmaq istəyirəm. Nədir trayektoriya? Trayektoriya sadə şəkildə desək cismin hərəkəti zamanı cızdığı xəttdir. Necə başa düşə bilərik bunu? Burada sincab görürsünüz. Sincabın A nöqtəsindən B nöqtəsinə fərqli trayektoriyalar üzrə hərəkətini müşahidə edirik. Deyək ki, birinci halda sincab A nöqtəsindən B nöqtəsinə əyri xəttli trayektoriya üzrə hərəkət edir. İkinci halda isə A nöqtəsindən B nöqtəsinə düz xəttli trayektoriya üzrə hərəkət edir. Və beləliklə biz trayektoriyanın iki növü olduğunu öyrəndik. Əyri xəttli trayektoriya və düz xəttli trayektoriya. Bu anlayışı hələ ki burada saxlayaq, çünki növbəti öyrənəcəyimiz anlayışlarımız birbaşa olaraq trayektoriyanın üzərində isə izah edəcəm. Gəlirik hamımızın gündəlik həyatımızda ən çox istifadə etdiyimiz, amma haqqında çox az bir şey bildiyimiz yol haqqında. Nədir yol? Gəlin bir də buna fizika gözü ilə baxaq. Yol trayektoriyanın uzunluğudur. Trayektoriyanın nə olduğunu az öncə öyrəndik. Gəlin baxaq yenə cismin A və B nöqtəsi arasındakı məsafəsinə. Deyək ki, sincabın A nöqtəsindən B nöqtəsinə cızdığı bu trayektoriyanın uzunluğu məhz 20 metrdir. Bu trayektoriyanın uzunluğunu bir ölçü lenti ilə ölçsək bizə yolu vermiş olacaqdır. Demək, yol nə imiş? Məhz həmin o trayektoriyanın uzunluğuna bərabər imiş. Yolu biz əsasən S və yaxud da L hərfi ilə işarə edərik. Beynəlxalq sistemdə əsas vahidi 1 metr olaraq qəbul edilmişdir. İndi yol haqqında əsas və vacib bir neçə məqam var. Bunu vurğulamaq istəyirəm, nəzərinizə çatdırmaq istəyirəm. Baxın, yadda saxlayın ki, yol heç vaxt sıfır ola, mənfi ola və azala bilməz. Bu hallar bəzən qarışdırılır uşaqlar arasında. Mütləq şəkildə bu qaydaları yadınızda saxlayın. Nə oldu? Sıfır ola, azala və mənfi ola bilməz. Bəs yaxşı, biz yolu hansı cihazların köməyi ilə ölçürük? Ölçü cihazları ruletka, ölçü lenti və xətkeş. Bunların sayəsində biz yolu ölçə bilərik. İndi gəlirik yolla yaxın qohum olan, amma heç də yola getməyən ikinci anlayışımız olan yer dəyişmə haqqında danışaq. Nədir yer dəyişmə? Yer dəyişməyə belə bir tərif verə bilərik ki, cismin başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirən bir vektordur. Bunu gəlin sizə sadə şəkildə belə izah edin. Gəlin belə bir trayektoriya çəkək. Bu trayektoriyanın başlanğıcına bir A nöqtəsi deyəcəm, sonuna isə bir B nöqtəsi deyəcəm. İndi az öncə yer dəyişməyə tərif verdik. Nə dedik? Dedik ki, cismin başlanğıc və son nöqtəsini birləşdirən. Gəlin başlanğıc nöqtədən son nöqtəyə bir vektor çəkək. Baxın, bu vektorun uzunluğu bizə yer dəyişməni vermiş olacaqdır. Yer dəyişmə dedik ki, nədir? Başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçasını verəcək bizə. İndi yolla yer dəyişmənin bəzi oxşar və fərqli cəhətləri var. Oxşar cəhətlərindən biri sadədir. Hər ikisinin əsas vahidi 1 metrdir. Hər ikisini biz ölçü lenti ilə, ruletka ilə ölçə bilərik. Gələk indi əsas məsələ onları bir-birlərindən fərqləndirən xüsusiyyətlərinə. Yadınızda saxlayın ki, yol mənfi ola bilməz. Amma bunun əksinə yer dəyişmə mənfi ola bilər. Dedik ki, yol sıfır ola bilməz. Ancaq bunun əksinə yer dəyişmə sıfır ola bilər.
dayandıq. Nə zaman yer dəyişmə sıfırdır? Baxın, öncə tərif deyəcəm, sonra nə deməkdir bunu vizual şəkildə sizə izah edəcəm. Yer dəyişmə o zaman sıfır olar ki, cisim başladığı nöqtəyə geriyə qayıtsın. Nə demək istəyirəm? Bax, hal-hazırda hər biriniz əyləşmisiniz və mənim dərsimə qulaq asırsınız. Gedirsiniz mətbəxdən, özünüzə bir fincan kofe süzüb, gəlib yenə hazırda əyləşdiyiniz yerdə əyləşirsiniz. Yerinizi dəyişdinizmi? Dəyişmədiniz. Yer dəyişməniz sıfıra bərabər. Nə deyir Ramiz Rövşən? Özünə qayıdır, hər şey özünə, gözümə qayıdır, göz yaşlarımda. Yəni, hər şey başladığı nöqtəyə qayıdır. Yəni, siz hər səhər çıxıb məktəbə gedirsiniz və dərs keçirsiniz, müəyyən bir dərs alırsınız və yenidən evə qayıdırsınız. Yəni, dönüb dolaşıb qayıdacağınız yer yenə başlanğıc nöqtənizdir. Yəni, siz yer dəyişmə etmədiniz. Yer dəyişməniz sıfıra bərabərdir. İndi yolla yer dəyişmənin ən önəmli bir müqayisəsi var. Bunun üzərinə dayanmaq istəyirəm. Baxın, bir şeyi yadınıza saxlayın ki, yol yer dəyişmədən ya böyük olar, ya da ona bərabər olar. Başqa ehtimal yoxdur. Yol heç vaxt yer dəyişmədən kiçik ola bilməz. Yol bizim böyüyümüzdür. Həmişə müsbətdir, hər zaman da böyükdür. Yaxşı, sual yaranır. Nə zaman böyükdür? Nə zaman bərabərdir? Gəlin, qısa olaraq bunu sizə belə izah edeyim. Biz trayektoriyanın az öncə iki növü ilə tanış olduq. Elə həmin növlər üzərində sizə izah edəcəm. Gəlin, əyri xətli bir dənə trayektoriya çəkək. Tamam mı? Bu əyri xətli trayektoriyanın uzunluğuna bir dənə bir el deyə bilərəm, deyilmi? Yolun uzunluğudur. Yer dəyişməni necə göstərirdim? Az öncə qaydasını başa düşdünüz. Başlanğıc nöqtə ilə son nöqtəni birləşdirən bir vektor çəksəm, mənə kimi verər? Yer dəyişməni verəcəkdir. Baxın, fikir verirsiniz, burada yolu bir əyri xətli çəkmişəm. Bunu bir ip kimi düşünün. Sanki bu ipi dartıb uzatsam, bu düz xətdən, yəni yer dəyişmədən böyük olacağını görə bilərsiniz. O zaman deyə bilərik ki, əyri xətli hərəkətlərdə yol yer dəyişmədən böyük olacaq. Tamamdır. Bəs nə zaman bərabər olar? Trayektoriyanın ikinci növü hansıydı? Düz xətli trayektoriya. Bu düz xətli trayektoriyanın uzunluğunu da bir ellə işarə etsək, yer dəyişməni yenə bildiyimiz qaydaya əsasən başlanğıc və son arasındakı bir vektor olaraq göstərsək, burada da yer dəyişmənin yolla üst-üstə düşdüyünü görərik və deyərik ki, düz xətli hərəkətdə yol yer dəyişməyə bərabər olacaq. Bu da çox, amma çox önəmli bir qaydadır. Topluda buna aid eyni sayda suallar var. Hətta qəbul imtahanında bu sual düşmüşdü. Mütləq şəkildə bu qaydanı yadınıza saxlayın. İndi gəlmək istəyirəm nəyəm? Baxın, biz bayaqdan kəmiyyətlər haqqında danışdıq. Yolu tanıdıq, yer dəyişməni tanıdıq. İndi ilerləyən zamanlarda bir neçə kəmiyyətlərlə də sizi tanış edəcəm. Öncə bir şeyi vurğulamaq istəyirəm. Baxın, kəmiyyətlər fizikada iki hissəyə bölünür. Vektorial kəmiyyətlər, skalyar kəmiyyətlər. Deyəndə biraz elmi termin kimi qulağınıza səslənə bilər, çətin gələ bilər, amma əslində çox sadədir. Gəlin, vektorial kəmiyyətlər nə deməkdir? Belə izah edeyim sizə. Burada tərif olaraq zaten hər biriniz kitabda PDF qarşınızda olacaq, görəcəksiniz. Vektorial kəmiyyətlər o kəmiyyətlərə deyilir ki, onların həm ədədi qiymətlər olur, həm də istiqamətlər ola bilir. Skalyar kəmiyyətlər isə onların yalnız və yalnız ədədi qiymətlər olur. Biz onlara istiqamət verə bilmirik. İndi isə gələk öyrəndiyimiz bu iki kəmiyyət, yer dəyişmə ilə zamanı əlaqələndirən sürət haqqında danışaq. Sürət vahid zamandakı yer dəyişməyə bərabərdir və yaxud da koordinat dəyişməsinə bərabərdir. Müxtəlif cür təriflər deyə bilərik bunun haqqında. Düsturu V bərabərdir S bölünsün T. V hərfi ilə işarə olunur. Beynəlxalq sistemdə əsas vahidi metr bölünsün saniyə olaraq təyin olunmuşdur. Bəs yaxşı, biz sürəti nə ilə ölçərik? Hər biriniz avtomobildə gedərkən orada sürət həddini ölçən cihaz var. Görmüsünüz yəqin ki, saatda neçə ilə gedirsə onu göstərir. Məhz həmin cihazın adı spidometrdir. O spidometrin sayəsində biz sürəti ölçə bilirik. Sürəti təyin eləmək üçün dedik ki, yer dəyişməni zamana bilərik. İndi biz daha çox proyeksiya anlayışından istifadə edəcəyik. Yəni, yer dəyişmənin proyeksiyasını zamana bilərik. Burada dayanıram və kiçik bir xatırlatma eləyəcəm. Baxın, biz yer dəyişmə haqqında danışdıq, tamam mı? İndi bir də bir şey bilməyinizi istəyirəm ki, yer dəyişmə həmçinin
koordinatın dəyişməsi deməkdir. Yəni son koordinatdan başlanğıc koordinatımı çıxsam, mənə nə qədər yerimi dəyişdiyimi göstərəcəkdir. Yer dəyişməmi verəcək. İndi bu düsturda V bərabər S bölü T demişəm, deyilmi? Sx bölünsün T demişəm. Yer dəyişmənin proyeksiyasının yerinə mənim ixtiyarım çatır ki, bu yer dəyişmənin proyeksiyasının öz ifadəsini yaza bilim. Yəni x minus x0 yaza bilərəm və belə bir yeni düstur almış olaram. V bərabər x minus x0 bölünsün T. Bu sürətin proyeksiyasının ikinci aldığımız əsas düsturlarından biri hesab olunacaq. Və önəmli bir qeydimiz var. Bunu mütləq şəkildə yadınıza saxlamanızı istəyirəm. Baxın, yer dəyişmə haqqında danışdıq. Dedik, istiqaməti var, vektorial kəmiyyətdir. Həmçinin sürət də istiqaməti olan, yəni vektorial bir kəmiyyətdir. Bəs hara doğru yönəlir? Düzxətli hərəkətdə. Yadda saxlayın ki, yer dəyişmə vektoru ilə hər zaman üst-üstə düşür sürət vektoru. Yəni bunları ayırmaq olmaz. Belə bir məsələmiz var. Gəlin məsələyə bir yerdə baxaq. Sürətin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Sürətin qiyməti 20-dir, zamanı da bizə 4 olaraq vermişdir. Və biz bu verilən kəmiyyətlərə əsasən yer dəyişmənin proyeksiyasını təyin edəcəyik. Baxın, yer dəyişmənin proyeksiyasını təyin etmək üçün sizə qəşəng bir dənə qayda deyəcəm. Bunu həmişə qulağınıza sırğa edin. Nədir o qayda? Sürətin proyeksiyasının zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi, indi hansı fiqurdur siz biləcəksiniz. Üçbucaqdırmı, düzbucaqlıdırmı, trapesiyadır, hər kimdirsə. Məhz həmin o fiqurun sahəsi bizə yer dəyişmənin proyeksiyasını verəcəkdir. Mən burada hal-hazırda düzbucaqlı görürəm. Nə edəcəm? Bu düzbucaqlının sahəsini tapacağam. Yəqin ki, riyaziyyatçılar bilirsiniz ki, düzbucaqlının sahəsini necə tapmaq lazımdır. 20 vuraq 4 mənə neçəni verəcək? 80 metri vermiş olacaqdır. İndi bu sadə sualdır. Bəzən çətin suallarda bizə düstur yox, məhz bu riyaziyyat lazım olacaq ki, daha əlverişli və rahat şəkildə məsələlərimizi həll edə bilərik. İndi sürətlə də sizi tanış elədiyimə görə gəlirəm dərsimizin ən maraqlı və ən həyəcanlı qisminə. Mövzumuzun adı nə idi? Düzxətli bərabər sürətli hərəkət. Niyə bunun adına düzxətli bərabər sürətli hərəkət deyirik? Gəlin bunu sözü ümumiyyətlə sizin üçün bir incəliyim. Ona görə düzxətli bərabər sürətli hərəkət deyirik ki, baxın burada idmançının düz bir yolda hərəkətini siz görürsünüz. Diqqətlə baxsaz görərsiniz ki, hər 5 saniyədən bir bu idmançı 30 metr yer dəyişmə edib. Bunu daha rahat anlamaq üçün aşağıda bir cədvəl də qeyd eləmişəm. Baxın, həmin cədvələ əsasən baxa bilərik. Baxın, burada koordinatın qiymətləridir, burada zamanın qiymətləridir. Qeyd elədiyim kimi, hər 5 saniyədən bir 30 metr yer dəyişmə edib idmançı. İndi gəlin bir eləyək. Yer dəyişməmizi bilirik, bildik. Zamanı bilirik. Gəlin görək bu idmançı hansı sürətlə qaçıbdır. Mənə maraqlıdır şəxsən. Sürət necə tapırdıq? Vx bərabərdir Sx bölünsün T. Nə qədər yer dəyişmə edib? Hər 5 saniyədən bir 30 metr. Yəni 30 bölünsün 5. Nə aldım? 6. Bax, bu hissədə tapdım. Necə də 6-dır. Digər hissədə yer dəyişməsi 60 olanda bunun sürətin proyeksiyası nə qədər olubdur? 60-ı bölərəm. Ona yenə alaram 6. Yer dəyişməsi 90 olanda nə qədər zaman olubdur? 15. Sürət nə qədər eləyəcək? Yenə 6. Hər bir aralıqda fikir verirsiniz, bərabər zaman fasiləsində bərabər yer dəyişmələri icra etdi. Hətta sürətləri də eyni oldu. Məhz buna görə də biz bu hərəkətin adını düzxətli bərabər sürətli hərəkət kimi adlandırmışıq. Bunu da mütləq yadınıza saxlayın. Yəni sürətin ədədi qiyməti sabit qalır. Bərabər sürətli hərəkətin nə olduğunu başa düşdüksə, davam eləyək həmin hərəkətin tənliklə təsvirinə. Tənlik deyəndə bilirəm hamınız qorxursunuz, amma qorxmayın. Çox sadə yollarla sizə izah edəcəm. Burada əsas məsələ nəyin üzərinə gəlmək istəyirəm. Bərabər sürətli hərəkətdə koordinat tənliyimizi burada görürsünüz. X bərabər x0 üstə gələk vx-dir. Bəs yaxşı, bu hardan gəlir deyə soruşursunuzsa, gəlin qısa bir xatırlatma edim sizə. Az öncə sürətin proyeksiyasını yazdıq. Vx bərabər edir x minus x0 bölünsün t. Məhz bu düsturdan gəlin son koordinatı tapaq. Son koordinat tapsam nəyə bərabər olacaq? X çıxaq x0 bərabərdir vx vuraq t-yə, x də bərabərdir
x0 üstə gələk vx deyə. Məhz bu düstura əsasən biz bərabər sürətli hərəkətin koordinat tənliyini almış olaraq. İndi bu tənliyə aid bizə bir neçə suallar veriləcək. Topluda buna aid çox suallar görəcəksiniz. Gəlin başlayaq birinci sualımızdan. Baxaq görək bizə nə veribdir. X bərabər 3 üstə gələk 4t tənliyi. Baxın, bu tənlikdə bizdən 2 şey istəyə bilər. Daha doğrusu 3 dənə. Başlanğıc koordinatı istəyə bilər, sürətin proyeksiyasını istəyə bilər. Hələ üstəlik bu cismin necə hərəkət elədiyini də istəyə bilər. Düzdür, arzuları, istəkləri bitmək bilmir, amma biz ən rahat şəkildə bunu öyrənəcəyik. Baxırıq nəyə? Tənliyimiz gözümüzün qarşısındadır, deyilmi? Baxın, tənliyimizi diqqətlə fikir verin. Burada zamanın qarşısında dayanan kimdir? Sürətin proyeksiyası. Baxıram tənliyimə. Kimdir zamanın qarşısında dayanan? Sürətin proyeksiyası. Nə qədər verib mənə? Müsbət 4 metr bölünsün saniyə. Aha, dayandım. Sürət nədir? Müsbətdir. Baxın, bir qayda. Qaydanın içindən qayda çıxır. Əgər sürətin proyeksiyası müsbətdirsə, deyəcəksiniz ki, hərəkət x oxunun istiqamətində hərəkətdir. Yox, əgər sürətin proyeksiyası mənfidirsə, deyəcəksiniz ki, hərəkət x oxunun əksi istiqamətindədir. Bunu mütləq not alın. Baxıram bura. Tənliyimə yenə diqqətli olun, tənliyə baxıram. Bu tək dayanan, bu yanında heç kim olmayan kimdir? Başlanğıc koordinat. Gəldim tənliyimə. Hanı? Tək dayanıb. Yanında heç bir kəmiyyət yoxdur. Kimdir? Başlanğıc koordinatdır. Başlanğıc koordinatımız müsbət 3 metrdir. Davam edək növbəti nümunəmizdən. Burada bizə verilib ki, x bərabərdir -7 üstə gəlinsin 6t. Yenə eyni qayda ilə. Yenə t-nin qarşısında dayanan kimdir? Başlanğıc sürət. Nə qədərdir? Müsbət 6 metr bölü saniyə. Necə hərəkət edir? X oxunun istiqamətində hərəkət edir. Bu tək dayanan, bu yazıq yanında heç kim olmayan kimdir? Başlanğıc koordinat. Nə qədər verib bizə? -7 metr olaraq vermişdir. İndi gəlirəm ikinci əsas vacib anlayışın üzərinə. Yerdəyişmənin proyeksiyasından sizi tanış elədi. Kim idi? Sx bərabərdir Vx fıraqdır. Yaxşı, buna aid bizə necə məsələlər verilə bilər? Gəlin baxaq. Deyir ki, Sx bərabər 9t. Yaxşı, nə görürük burada? Baxıram tənliyimə. Zamanın qarşısında dayanan kimdir? Sürətin proyeksiyası. Zamanın qarşısında dayanan kimdir? Sürətin proyeksiyası. Nə qədərdir? Müsbət 9 metr bölü saniyə. Yenə müsbətdirsə, hərəkətim necə olacaqdır? X oxunun istiqamətində olacaqdır. İndi ikinci tənliyə diqqətlə fikir verin. Belə bir tənlif verib mənə. Deyir ki, Sx bərabər -5t. Baxıram, burada bir dənə fərqimiz var az öncəkilərdən. Zamanın qarşısında kim dayanıbdır? -5. Yəni, mənim sürətim nə qədərdir? -5 metr bölü saniyə. Mən necə hərəkət edirəm? X oxunun əksi istiqamətində düz xətli, bərabər sürətli hərəkət edirəm. Bax, bu qaydaları mütləq şəkildə yadınızda saxlayın. İndi hərəkətin tənliklə təsvirini başa düşdünüzsə, keçək bu hərəkətin bir də qrafiklə təsviri var. Bu qrafiklə təsviri ilə də sizi tanış edeyim. Getdik. İndi kimdən danışmışıq biz dərsin ta əvvəlində? Sürətdən. Elə gəlin sürətlə də başlayaq. Ümumiyyətlə, gəlin belə deyim də, qrafikləri anlamaq üçün sizə 2 qızıl qayda deyəcəm. Mütləq bunu özünüz yadınızda saxlayın. Birinci qayda bundan ibarətdir. Gəlin qrafiki də mən də sizlə bərabər bir yerdə çəkək. Bu olsun sürətin proyeksiyasının zamandan asıllıq qrafiki. Sıfırımızda qeyd edək. Baxın, birinci qayda. Əgər mənim çəkəcəyim qrafik zaman oxundan yuxarıda yerləşirsə, hərəkət x oxunun istiqamətindədir. Yox, zaman oxundan aşağıda yerləşirsə, x oxunun əksi istiqamətindədir. İndi hal-hazırda çəkəcəyim qrafiki zaman oxundan yuxarıda çəkirəm. Fikir verdinizmi? Qrafik zaman oxundan yuxarıdadır. Demək, hərəkət necə hərəkətdir? X oxunun istiqamətində hərəkətdir. İndi baxın, növbəti bir qrafik çəkəcəm. Yenə sürətdən danışırıq. Sürətin proyeksiyasının zamandan asıllıq qrafiki olsun. Bu dəfə qrafikimi zaman oxundan aşağıda çəkəcəm. Aşağıda çəkdimsə, hərəkətim necə hərəkətdir? X oxunun əks istiqamətində bir hərəkət olacaqdır. Yuxarıdadırsa, sürətin proyeksiyası olacaq müsbət, aşağıdadırsa, sürətin proyeksiyası olacaq mənfi. Və bir də bir şeyi unutmayın ki, sabitin qrafiki, yəni bərabər sürətli hərəkətdə
sürətin qrafiki hər zaman oxuna paralel düz xətt olacaq və bunu mütləq yadınıza saxlayın. Hal-hazırda yuxarıda zaten hazır təsvir olaraq da hər biriniz görürsünüz. Gəlin bunu da incələyək. Baxın, birinci halda qrafikimizə zaman oxundan yuxarıda yerləşib. Hərəkət necə hərəkətdir? X oxu istiqamətində hərəkətdir. İkinciyə baxın, qrafik zaman oxundan aşağıdır. Necə hərəkət edir? X oxunun əksi istiqamətində hərəkət edir. Əla, möhtəşəmsiz. Davam edirik. Bir də yaxşı, biz hər zaman mı hərəkət edirik? Yox. Hal-hazırda mən hərəkət eləmirəm. İndi əslində eləyirəm, amma eləmirmiş kimi deyək, çox dərinliyə getməyək. Hal-hazırda mən hərəkət eləmirəm, mənim nəyim yoxdur? Sürətim yoxdur. Əgər sürətim yoxdursa, nə deməkdir? Yəni sıfıra bərabərdir, riyazi deyilişlə desəm, sürətim sıfıra bərabərdir. Sıfırın grafikini isə zaman oxunun tam olaraq üstündə çəkəcəm. Baxın bu grafikə, zaman oxunun tam olaraq üzərində görsənəcək. Kim? Sıfırın qrafiki. Bunu da mütləq şəkildə yadınıza saxlayın. Demək ki, bu qrafik üçün deyəcəm ki, cisim, yəni Samira müəllimə hal-hazırda hərəkət etmir. Davam edirik. Növbəti sizi tanış edəcəyim qrafik yer dəyişmənin proyeksiyasının qrafiki olacaqdır. Baxın, gəlin düsturu yazaq, gözümüzün qarşısına dursun. Nə idi yer dəyişmənin proyeksiyası? Sx bərabər idi, Vx vurulsun t. İndi bərabər sürətli hərəkətdən danışırıq da. Sürətin sabitdir, sürətlə işin olmasın. Sürət sabit olanda yer dəyişmənin proyeksiyası zamanla necə asılıdır? Düz, mütənasib şəkildə asılıdır. Baxın, qrafikinə fikir verin. Sıfırdan başlayaraq düz bir qrafik çəkirəm. Az öncəki qaydalarım məhz bu yer dəyişmənin proyeksiyası üçün də keçərlidir. Əgər qrafikimi zaman oxundan yuxarıda çəkmişəmsə, hərəkət X oxunun istiqamətindədir. Zaman oxundan aşağıda çəkmişəmsə, hərəkət X oxunun əksi istiqamətindədir. Bir də çox önəmli və vacib bir məqamı vurğulamaq istəyirəm. Bir şeyi mütləq yadınıza saxlayın ki, yer dəyişmənin proyeksiyasının zamannaslıq qrafikində qrafik yalnız və yalnız bir mənalı şəkildə sıfırdan başlaya bilər. Yəni, hər hansı bir müsbət dəyərdən, hər hansı bir mənfi dəyərdən başlaya bilməz. Mümkün deyil. Mütləq bunu da yadımızda saxlayaq. Yer dəyişmənin grafikini başa düşdük. Keçək kimə? Koordinatın qrafikindən sizi tanış edeyim. Koordinatın qrafikindən tanış eləmək üçün tənliyimizi biz yadımıza salmalıyıq. Nə idi bərabər sürətli hərəkətdə koordinat tənliyi? X bərabər edir, x0 üstə gəlinsin Vx-dir. Əslində yer dəyişməklə tənlikləri bir-birlərinə oxşuyurlar. Eyni deyirlər, amma oxşuyurlar. Onları bir-birlərindən fərqləndirən, burada bax fikir verirsiniz, başlanğıc koordinatdır. Yəni koordinatın qrafikini çəkəndə biz müəyyən bir dəyərdən başlayaraq çəkə bilərik. Baxaq birinci qrafikimizə. Birinci halda görürük ki, qrafikimiz müəyyən bir müsbət dəyərdən başlamışdır. Hər yenə deyərik ki, hərəkət X oxunun istiqamətində hərəkətdir. İkinci halda mən qrafikimi sıfırdan çəkmişəm. Burada gördüyünüz kimi yer dəyişmənin proyeksiyasının grafikinin tam olaraq eyni qrafikdir. Burada başlanğıc koordinat sıfıra bərabərdir. Yenə hərəkət X oxu istiqamətində hərəkətdir. Üçüncü qrafikə fikir verin. İndi gəlin, üçüncü qrafiki mən sizin üçün aşağıdan çəkim. Bunu xüsusi olaraq sizə izah eləmək istəyirəm. Gəlin, yer dəyişmənin, daha doğrusu koordinatın zamandan asıllıq qrafikini çəkirəm. Bax, bütün diqqətiniz dərsdə olsun. Çünki çox önəmli bir qaydadır. Bu qaydanı bilməsəniz, bütün qrafik məsələlərini səhv salacaqsınız, başa düşməyəcəksiniz. Bütün bu izahım da mənim boşuna gedəcəkdir. Söhbət kimdən gedir? Koordinatdan gedir. Sürətdən getmir, yer dəyişmədən getmir, koordinatdan gedir. Qarışdırmayın. Koordinatın özəlliyi var, bir xüsusiliyi var, onu digərlərindən fərqləndirən bir cəhəti var, bir xasiyyəti var. Nədir o? Yer dəyişmə nə dedik? Dedik ki, yer dəyişmənin qrafikini çəkəndə yalnız və yalnız sıfırdan çəkə bilərsən. Başqa bir ehtimalı ağlına belə gətirmə. Amma və lakin, koordinat deyir ki, mən hamıdan fərqliyəm. Məni haradan istəsən çəkə bilərsən. Amma bir məqam var. Bax, deyək ki, mənfi x0-dan başlamışam çəkməyə, deyilmi? Mənfi x0-dan. İndi ağıllarda bir sual. Ay mənim, bu cisim necə hərəkət edir? Axı siz bayaq dediniz ki, zaman oxunu aşağıda çəkirsənsə, x oxunun əksi istiqamətindədir. Yəni, elə baxsanız düzdür, amma əslində düz deyil. Necədir? Gəlin sizə izah edeyim. Baxın, əgər koordinat zaman qrafikində qrafik sıfırdan başlamırsa, mütləq şəkildə həmin qrafiki sıfıra sürüşdürmək lazımdır. Müxtəlif yollar da var, amma ən sadə şəkildə, yəni mənim xoşuma gələn üsul budur. Ona görə də bu üsulla sizə izah edəcəm. Həmin qrafiki götürürsünüz, olduğu ölçüdə, olduğu istiqamətdə sıfıra sürüşdürəcəksiniz. Gətirdim qrafikimi, bax sıfırım da buradadır, deyilmi? Sürüşdürdüm sıfıra. Nə aldım?
Bilirsiniz bu qaydanı, az öncə izah etdim. X oxunun istiqamətində düz xətli bərabər sürətlər gəlir. Qutardı, getdi. Lap yaxşı, gəlin bir dənə də məsələ yazım. Tam belə rahat başa düşməyinizi istəyirəm. Yenə yazıram. Koordinatın zamandan asıllıq qrafikidir. Sıfırımızı qeyd eləyək. Tutaq ki, bizə belə bir qrafik veribdir. İndi əgər istəsəniz videonu dayandırarsınız, mənim izahıma qulaq asmadan da özünüz cavabı taparsınız. Yenə baxırsınız qrafikə, sıfırdan başlamayın. Problem deyil. Neyniyəcəyik? Sürüşdürəcəyik. Hara? Sıfıra. Gətirirəm olduğu şəkildə sıfıra sürüşdürürəm. Nə aldım? X oxunun əksi istiqamətində düz xətli bərabər sürətlər gəlir. Təkrar edirəm, bu sürüşdürmə metodu yalnız və yalnız koordinat üçün keçərlidir. Sən durub sürətin qrafikini sürüşdürə bilməzsən, yer dəyişmənin qrafikini sürüşdürə bilməzsən. Tamammı? Bu qaydanı mütləq yadınıza saxlamağınızı istəyirəm. Bir də hamının qarışıq saldığı, səhv saldığı bir qrafiklər var. Onlar üzərində dayanmaq istəyirəm. Az öncə mən hərəkətsiz olduğum halda qrafiki çəkdim ki, sürət zaman qrafikində cisim hərəkət eləmirsə, baxın burada qeyd eləmişəm. Zaman oxunun üzərində qeyd etdik qrafikimizi. Amma və lakin söhbət gedirsə koordinat zaman qrafikində, burada biraz diqqətli olmaq lazımdır. Baxın, bu qrafikə fikir verin. Bu qrafikdə koordinatın zamanın asıllıq qrafiki, birinci qrafik necə hərəkətdir? Zaman oxuna paralel düz xətt görürsünüz. Çox uşaq deyə bilər ki, müəllim, bu düz xəttli bərabər sürətli hərəkətdir. Deyil. Əgər qrafik zaman oxuna paraleldirsə, koordinat zaman qrafikinə gedir. Paraleldirsə, bu zaman deyərik ki, cisim hərəkət etmir. Hətta zaman oxunun üzərində də verilə bilər. Yəni, bu qrafikləri bərabər sürətli hərəkətin qrafikindən səhv salmaq olmaz. Bir mənalı şəkildə koordinat zaman qrafikində qrafik zaman oxuna paralel düz xətdirsə və ya elə zaman oxunun öz üzərində yerləşibsə, deyəcəksiniz ki, burada cisim hərəkət etmir. Bəs yaxşı, yer dəyişmənin proyeksiyasının zamanın asıllıq qrafikində nə zaman deyəcəm, mənim cisim hərəkət eləmir? Həmin mənim qrafikim yenə zaman oxunun üzərində yerləşərsə bu qrafikim, burada cisimimiz hərəkət etmir deyəcəyim. Mütləq şəkildə bu qızıl qaydaları yadınızda saxlayın. Və gəldik mövzumuzun sonuna. İndi bu dərsi tam yaxşı başa düşmək üçün gəlin bildiklərimizi testlər üzərində tətbiq edək. Başlayaq birinci sualdan. Görək bizdən nə istəyir? Deyilir ki, düzxətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının nisbətini hesablayın. Yaxşı, hesablayaq. Baxıram qrafikimə. Yerdəyişmənin proyeksiyasının zamanın asıllıq qrafikidir. İndi gəlin fikir verəyim. Baxın, bu birinci cisim 5 saniyə müddətində nə qədər yerdəyişmə icra edibdir? 25 metr. Yazıram tez. S1 bərabərdir 25 metrə. İkinci cisim də 5 saniyə müddətində 5 metr yerdəyişmə icra edibdir. Yazıram S2 bərabərdir 5 metrə. Yəni, nə görürəm? Hər iki cisim fərqli yer dəyişmələr icra etsələr də eyni zaman müddətində ediblər bunu. Yəni, bunların zamanlarını mən bərabər götürə bilərəm, deyilmi? Tamamdır. Bərabər sürətli hərəkətdə sürətin proyeksiyası nəyə bərabərdir? Gəlin xatırlayaq, bayaq öyrəndik. Vx bərabər idi, Sx bölünsün t. Mən görürəm ki, mənim zamanım eyni olanda sürətin proyeksiyası yer dəyişmənin proyeksiyası ilə düz mütənasib asılır. O zaman yaza bilərəm ki, V1x bölünsün V2x bərabərdir. S1x bölünsün S2x-ə. Bitdi, getdi. S1-im nə qədərdir mənim? 25. S2-im nə qədərdir? 5. 25-in 5-ə nisbəti bizə nəyi verir? 5-i vermiş olacaqdır. Bax, sadə şəkildə belə həll edə bilərik. Baxaq növbəti sualımıza. Baxıram sualıma, görürəm ki, deyir ki, 90 km/saat sürəti metr bölü saniyə ilə ifadə edin. Hər nə qədər asan sual kimi görsənsə də, təəssüf ki, bəzən şagirdlər arasında çox çaşqınlıq yaradan bir sual nümunələrindən biridir. Təbii ki, burada bizim riyazi bazamız möhkəm olmalıdır. Gəlin bunu aşağıda ətraflı şəkildə yazım. Necə yazıram? 90 kilometr bölünsün saat. Tamam mı? Bərabərdir. 90-ı yazıram bura. 90-dan işim yoxdur. Kəsr xəttimi çəkirəm, dayanıram. İndi riyaziyyatdan hamınız bilirsiniz ki, 1 kilometrimiz 1000 metrə bərabər, deyilmi? 1 saatım nə qədərdir? 1 saatım isə 3600 saniyə bərabərdir. Bu çevirmələri mütləq şəkildə bilməlisiniz. Zaten bu kampla başlayırsınızsa, müəyyən bir riyazi bilikləriniz vardır deyə düşünürəm. Baxın, bu tərz məsələlərdə hər zaman biz
qiyməti ədədə yazırıq, 90 vuraq. Sürətdə kim var? Kilometrdir. 1 kilometr nə qədərdir? 1000 metr. Dərhal kilometrin yerinə elə onun 1000 metr olaraq yazacağam. Məxrəcdə saat var. Saatın yerinə nə qədərdir bir saat? 3600 saniyə. Elə 3600-ün özünü yazacağam. Bunları da ixtisar aparsam, bunlar getdi, bunlar qaldı. 25 metr bölünsün saniyəni vermiş olacaqdır. Demək ki, nəymiş? 90 km bölək saat 25 metr bölək saniyəyə bərabərmiş. Bunu da bu şəkildə həll edə bilərsiniz. Bəzən uşaqlar görürəm, asana qaçırlar, dərhal yazırlar. Mənim 18-də 5-ə vura bilərmi? Vura bilərsiniz. Amma yenə də bilin ki, 18-də 5-i də hardan aldınız. Növbəti sualımız, gəlirik 3-cü sualımıza. Bu sualda bizə deyil ki, cismin koordinatını zaman asılıq qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində sürətlər arasında hansı münasibət doğrudur? Gəlin, hələ ki, heç qrafikimə baxmıram, tez sürətin düsturunu yazaq. Sürətin proyeksiyası nəyə bərabəridir? Koordinatlar fərqi deyilmi? Yer dəyişməyə bərabəridir. X minus x0 bölünsün t idi. İndi bir qaydanı nəzərinizə çatdırmaq istəyirəm. Bu qayda hər zaman bizə lazım olacaq fizikada. Həmişə bunu not alın dəftərinizin bir küncünə. Yadınızda saxlayın ki, ordinatın absisə nisbəti bizə hər zaman tangens alfanı verəcəkdir. İndi mən düsturumuza baxın, delta x-in t-yə nisbətini almışam. Ordinatın absisə nisbətini almışam. Mənə nəyi verir? Tangens alfanı verəcəkdir. Bu birinci qayda. İkinci qayda. Yadınızda saxlayın ki, tangens alfa hər zaman bucaqla düz mütənasib asılıdır. Yəni, hansının bucağı daha böyükdürsə, onun sürətin proyeksiyası daha böyük olacaqdır. Bəs yaxşı, bucaqlara necə ayıraq? Gəlin burada baxaq. Birinci qrafikimizin bucağı olacaqdır bu qədər. Bura 1 deyək. Bu da ikincinin bucağı olacaqdır. İndi göründüyü kimi ikinci qrafikin bucağı birinciyə nisbətən daha böyükdür. O zaman deyərik ki, ikincinin sürəti birincidən daha böyükdür. Və yaxud da ikinci bir üsulda izah edeyim sizə. Əgər bucaqla getmək istəmirsinizsə, baxın, qrafikdən baxarkən də zaten biz görə bilirik. Bu qrafiklərə fikir versək görərik ki, burada qrafiklərindən ikincisi birinciyə nəzərən daha belə kəskin formada artır, deyilmi? Bax, bu kəskin formada belə daha dik artan loru şəkildə desək, daha böyük olacaqdır sürətin proyeksiyası. Yəni, belə də yadınıza saxlaya bilərsiniz. Bu da ikinci bir alternativiniz olsun hər zaman. Keçirəm növbəti 4-cü sualımızdan. Bu sualla da siz çox tez-tez qarşılaşacaqsınız. Hətta DİM də belə sualları tez-tez sizdən soruşacaqdır. Nədir məsələ? Deyilir ki, cisim A, B, C, D trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yer dəyişməsinin modulundan nə qədər çoxdur? Yaxşı, qarışıq kimi görsənir, amma gəlin dayanaq. Yəni, bizdən yol və yer dəyişməni istəyir, qısacası. Gəlin birinci yer dəyişməni tapaq. Yer dəyişməni necə tapardıq? Tərif nə idi? Cismin başlanğıc və son nöqtəsini birləşdirən bir vektor idi. Başlanğıc nöqtəm haradır? A nöqtəsi. Son nöqtəm haradır? D nöqtəsi. Gəlin bunu bir fərqli rəngdən göstərək. Olsun göy rəngdən olaq. Aha, A-dan D-yə bir vektor çəksəm, mənə kimi verəcəkdir? Yer dəyişməni. Nə qədərdir yer dəyişməm? 3A qədərdir. Qutardı getdi. Yazaram ki, mənim yer dəyişməm məhz sən demə 3A-ya bərabərmiş. Yaxşı. Bəs yolumuz nə qədərdir? Yol nə idi? Dərsin ta əvvəl nəsə demişdim. Ümumi trayektoriyanın uzunluğuna biz yol demişdik. Trayektoriyanın uzunluğu nə qədərdir? Cisim A-dan D-yə hansı trayektoriyalar üzrə gedib? Gəlin bir-birinci eləyək. Gəlib A-dan B-yə nə qədər yol gəlib? 4A qədər. B-dən C-yə gəlib 3A qədər. C-dən D-yə gəlib 4A qədər. Nə qədər yolum oldu mənim? El bərabərdir 11A-ya. Demək ki, mənim yer dəyişməm 3A-dır, yolum 11A-dır. Yaxşı, məndən nə istəyirdi? Deyirdi ki, yol yer dəyişmənin modulundan nə qədər çoxdur. Nə qədər çoxdur deyirsə, nə edəcəm? Yolumdan yer dəyişmənin çıxacam. 11A-dan 3A-na çıxdıq, neçəsi qaldı? 8A-nı bizə vermiş oldu. Yolu tapdıq. Əgər bizə desəydi ki, yol yer dəyişmənin modulundan nə qədər yox, neçə dəfə çoxdur, onda nə edərdik? Mütləq həmin o cavabı şərhlərdə qeyd edin. Və nəhayət gəldim bölməmizin ən sonuncu və ən maraqlı suallarından biri. Nədir məsələ? Deyilir ki, X oxu boyunca hərəkət edən cismin koordinatının zamanın asılıq qrafiki verilmişdir. 10 saniyə müddətində cismin getdiyi yol yer dəyişmənin modulundan neçə metr böyükdür? Yenə bir bənzər sualdır.
Yolu və yer dəyişməni ayrı-ayrılıqda gəlin tapaq. İndi yer dəyişməni tapmaq daha rahatdır. Gəlin birinci yer dəyişməni tapaq. İndi burada zaman oxunun üzərində qeyd olunan qiymətlərlə bizim heç bir işimiz yoxdur. Biz burada qrafik izləyəcəyik. Yer dəyişməni necə taparıq? Baxın, başlanğıc halda mənim koordinatım nə qədərdir? -40 metrdir. Son koordinatım nə qədərdir? 60 metrdir. Nə qədər yer dəyişmə icra etmişəm? 100 metr. Yazaram S bərabərdir 100 metrə. Tamamdır. Bəs yaxşı, mənim yolum nə qədərdir? Yol da bilirik ki, ümumi trayektoriyanın uzunluğuna bərabərdir. Gəlin bir-bir qrafiki izləyək. Başladıq. -40-dan hara gəlibdir? 60-a gəlib. Nə qədər yol gedibdir? 100 metr. Yazdım 100. Üstə gələk. Bu 60-dan hara gəlibdir? 40-a gəlibdir. Nə qədər yol gedibdir? 20 metr. Üzərinə gəlirəm 20. Təzədən baxın, 40-dan qayıdıbdır 60-a. Nə qədər yol gedibdir? 20 metr. Yenə üstə gələk 20. Nə qədərlədir? 120, 20. 140 metr sən demə yol gedib ki, o kimdirsən. Demək ki, bizim getdiyimiz yol 140 metrə bərabər imiş. Demək ki, yer dəyişməmiz 100 metr, yolumuz 140 metr. Bizdən nə istəmişdi? Yol yer dəyişmə modulundan neçə metr böyükdür deyir. Neyəcəyik? 140-dan 100-ünü çıxarıq, bizə 40 metri vermiş olacaqdır. Demək, cavabımız olar 40 metr. Və gəldik nəhayət videomuzun, yəni ilk dərsimizin sonuna. Sizdən kiçik bir xahişim olacaqdır. Videonu bəyənməyi, şərh yazmağı, paylaşmağı unutmayın ki, bu tip paylaşımlardan daima xəbərdar olasınız və sizlərin hər bəyənisi, hər geri dönüşü məni növbəti videolara daha çox həyəcanlandırır və daha çox yeniliklər etmək istəyirəm. İnanıram ki, bundan sonraki dərslərdə bir-birindən maraqlı və bir-birindən əyləncəli şəkildə fizikanı əzbərləmədən, ən əsası nifrət eləmədən öyrənəcəksiniz. Qısacası sağollaşmıram. Gələn görüşlərədək.